K hərfi hansı səsləri ifadə edir? K hərfi kar samitdir və cingiltli qarşılığı G samitidir. K hərfi 5 səsi ifadə edir. K, K, xüstüşdirik, Y və G səslərini ifadə edir. 5 səs ifadə edir. Aha, 1. Sözün əvvəlində işlənərsə hansı səsləri ifadə edəcək? Söz əvvəlində K səsini və ya K səsini, 2 səsi ifadə edə bilir. Milli mənşəli və yaxud da ki, ərəb-fars mənşəli sözlərin əvvəlində gələrsə, K səsini ifadə edir əksərən. Məsələn, kənd sözünü götürürəm uşaqlar. Tələffüzdə K hərfi elə K səsini ifadə etdi. Sonra Rus-Avropa mənşəli sözlərin əvvəlində gələrsə K hərfi, əgər o zaman sözün birinci hecası incə saitlidirsə Kiyev, o zaman K səsini ifadə edəcək. İ incədir, ona görə də burada K hərfi K səsini ifadə etdi. Əgər ilk hecamız qalın hecalı olarsa, o zaman K səsini ifadə edəcək. Məsələn, komandir, qalın saitli heca olunduğuna görə K səsini ifadə etdi. Aha. Sonra, əgər K hərfi sözün ortasında işlənərsə, söz ortasında işlənib, incə saitlərin əhatəsində olarsa, əksərən xüstüşdürük səsini ifadə edəcək. Məsələn, bəkməz yazıram, tələffüzdə bəkməz şəklində tələffüz olunacaq. İncə saitlərin əhatəsindədir. Əksərən xüstüşdürük səsini ifadə edir. Ancaq elə sözlər vardır ki, incə saitlərin əhatəsində olur, ancaq xüstüşdürük səsini deyil, G səsini ifadə edir. Məsələn, bitki sözünü yazıram. Bitki yazırıq. Bitki tələffüz edirik. İncə saitlərin əhatəsində olmasına baxmayaraq G səsini ifadə etdi. Söz ortasında qoşa K hərfi işlənərsə, bu zaman ikincisi G səsinə keçəcək. Giz. G səsi G səsinə keçdi.